Cəbrayıl şəhərinin işğalının azad edilməsindən 5 il ötür. Azərbaycan ordusunun 2020-ci il sentyabrın 27-sində başladığı əks hücum nəticəsində aparılan uğurlu döyüş əməliyyatları ilə oktyabrın 4-də Cəbrayıl şəhəri erməni işğalından azad edilib. Döyüşlərin ilk günündə cəbhəni yaran Azərbaycan ordusu düşməni geri çəkilməyə məcbur edib. Bir neçə gün ərzində Cəbrayıl rayonunun xeyli kəndi işğaldan azad olunub. Cəbrayıl şəhərinin işğaldan azad edilməsi isə Azərbaycan Prezidenti Ali Baş Komandan İlham Əliyev oktyabrın 4-də xalqa müraciətində elan edib. Prezident müraciətində oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı Cəbrayıl rayonunun daha 9 kəndinin Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Xorovlu, Decal, Mahmudlu və Cəfərabadın işğalına da son qoyduğunu bildirib. Cəbrayıl 44 günlük vətən müharibəsində işğaldan azad edilən ilk rayon olub. Cəbrayıl əməliyyatı nəticəsində Ermənistan ordusunun xeyli canlı qüvvəsi və texnikası məhv edilib. Artıq 4 oktyabr Cəbrayılın işğaldan azad edildiyi gün kimi tarixə düşüb. Azərbaycan Respublikasında Cəbrayılın azad olunmasına görə medalı təsis olunub. Prezident İlham Əliyevin sərəncamı ilə Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları Cəbrayılın azad olunmasına görə medalı ilə təltif ediliblər. Prezident İlham Əliyevin imzaladığı sərəncamla 4 oktyabr Cəbrayıl şəhəri günü kimi təsis edilib. Xatırladaq ki, Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Ermənilər işğal müddətində Cəbrayıl şəhərini və rayonunun kəndlərini dağıdıb, mədəni, tarixi, dini abidələri, qəbirstanlıqları yerlə bir edib, ekoloji terror törədib. Mərəd şəhərində Pəhləvi rejiminin agentlərindən biri olan Abdullah Möhüd üçün türbə tikilməsi Azərbaycan xalqının və Mərəd şəhərinin əhalisinin qəzəbinə səbəb olub. Mərəd Bələdiyyəsi Pəhləvi rejimin bu nümayəndəsinə məzar tikdirməklə onu şəhid kimi təqdim etməyə çalışır. Bu hərəkət sosial şəbəkələrdə Azərbaycanlı istifadəçilərin geniş etirazı ilə qarşılaşıb. Mərəddən olan tanınmış Azərbaycanlı sənədli film ustası Məhəmməd Əlimuradi də bu məsələyə münasibət bildirib. Belə rəmzi yenidən qurma işləri təkcə bir şəxsi şərəfləndirmək üçün deyil. Bu iş daha böyük bir layihənin bir hissəsi ola bilər. Pəhləvinin qayıdışına zəmin yaratmaq, Pəhləvi rejiminin repressiyalarla, məhrumiyyətlərlə, kitabları yandırmaqla və xalqın səsini susturmaqla dolu bir rejim idi, deyə o bildirib. Bir qrup Mərən vətəndaşı da bəyanat yayaraq bunun Pəhləvi rejiminin mənfur nümayəndələrinin günahlarını ağartmaq və təmizləmək cəhdi olduğunu bəyan edib. Vətəndaşlar daha sonra bu məqbərənin və Pəhləvi rejimin ünsürlərini tərənnüm edən hər hansı simvolun dərhal sökülməsini, bu anti-mədəniyyət əməlinin səbəbkarlarına qarşı qanuni tədbir görülməsini, Mərənd Bələdiyyəsi və digər aidiyyatı qurumlar tərəfindən ictimai rəyə aydın izahat verməsini tələb ediblər. Ərdəbildəki Fədəh Mədəniyyət və İncəsənət kompleksində mədəniyyət və musiqi sevərlərin böyük iştirakı ilə saz və söz mərasimi keçirilib. Proqram Məhəmməd Rəşidi və Hüseyn İbrahimin ifaları ilə başladı və Azərbaycan alətləri və vokal musiqisi ilə zalda özünə məxsus ab-hava yaradılıb. Bu tamaşada aşıq musiqisinin orijinal məqam və rəvayətlərindən parçalar və Anadolu türklərinin musiqisi səsləndirilmişdir. Tədbir tamaşaçılar tərəfindən coşqu ilə qarşılanmışdır. Təbrizdə bir qrup ətraf mühit fəalı İran hökuməti tərəfindən Urmu gölünün qurudulmasına etirazlarını plakatlarla nümayiş etdiriblər. Son illər ətraf mühit fəalları Azərbaycan Milli Hərəkatının fəalları Urmu gölünün qurulması fəlakətinin fəsadları barədə insanları maarifləndirməyə çalışıb və hakimiyyətə xəbərdarlıq etməklə yanaşı Urmu gölünün dirçəlməsini tələb ediblər. İran hökuməti isə Urmu gölünün bərpası tələblərinə qarşı Azərbaycan xalqının repressiya siyasətini davam etdirir. Ekoloji ekspertlərin fikrincə Urmu gölünün qurulması bu ərazinin 14 milyondan çox sakininin həyatını təhlükəyə atır və bölgə sakinlərinin məcburi köçüşünə səbəb olacaq. Urmu gölünün quruması və toz mərkəzinin aktivləşməsi nəticəsində yaranan duz fırtınasının baş verməsi təkcə bölgə əhalisi və İran ölkəsi üçün yox, həm də beynəlxalq ekoloji təhlükədir. İran ədliyyəsinə bağlı Mizan xəbər agentliyi 4 oktyabr 2025-ci il şənbə günü səhər Əhvazda 6 ərəb siyasi məhbusun edam edilməsi barədə məlumat yayıb.
Karon İnsan Haqları Təşkilatı bu şəxslərin daha əvvəl qaçılmaz edam riski ilə bağlı xəbərdar edilmiş eyni məhbuslar olduğunu açıqlayıb. Təşkilat əvvəllər 6 əhvazlı ərəb siyasi məhbusun qaçılmaz edam riski ilə bağlı dəfələrlə xəbərdarlıq etmişdi. Təşkilatın hesabatına görə edam edilən şəxslər arasında 2018-ci ilin sonu və 2019-cu ilin əvvəllərində həbsə olunan, işgəncələrə məruz qalan, edam cəzasına məhkum edilən Əli Məcidən Moin Xəmfəri, Seyid Salem Musevi, Məhəmməd Rıza Müqəddəm, Adnan Albuşkə və Həbib Dəris var. Həbib Dəris və Seyid Salem Musavi oktyabrın 3-nə qədər Əhvazdakı Şeyban həbsxanasının 5-ci palatasında saxlanılıblar. Lakin onlar ailələrinin xəbəri olmadan gecə Sepidar həbsxanasına köçürülüb və bu səhər şənbə günü digər 4 məhbusla birlikdə edam ediliblər. Sentyabr ayının 27-sində sahil mühafizəsinin sahil nəzarəti bölmələri və texniki müşahidə məntəqələrinin qarşılıqlı fəaliyyəti nəticəsində Xəzər dənizində naməlum hədəf aşkar edilib. Bu barədə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib. Qeyd edilib ki, aşkarlanmış hədəfin saxlanılması məqsədi ilə dövlət sərhədinin mühafizəsində olan sərhəd gəmiləri tərəfindən tətbiq etmə əməliyyatına başlanılıb. Sahil nəzarəti bölmələri sahil xəttinin qapadılması məqsədi ilə təxirəsalınmaz tədbirlər həyata keçirib. Azərbaycan Respublikası ərazi sularında və sahil boyu ərazidə həyata keçirilmiş əməliyyat qoşun tədbirləri nəticəsində üzmə vasitənin saxlanılması məqsədi ilə dövlət sərhədi haqqında Azərbaycan Respublikası qanununun tələblərinə uyğun olaraq xəbərdarlıq atəşi açılıb. Üzmə vasitəsi Xəzər dənizinin Xaçmaz rayonu ərazisində sahilə yan almağa məcbur edilib. İlkin dindirmə zamanı saxlanılan şəxslərin İran Respublikası vətəndaşları 1979-cu il təvəllüdlü Atacani Tahir Xalət, 1987-ci il təvəllüdlü Məxdumi Sadiq Əraz Qurban və 1989-cu il təvəllüdlü Qancerma Omid Calcey olması müəyyən edilib. Sərhəd pozuntularının üzərində aşkar edilmiş Garmin markası GPS qurğusunun yaddaşına baxış keçirilərkən onların İran Respublikası ərazisindən 1070 km məsafə qət edib, Türkmənistan Respublikasının ərazi sularından keçməklə Azərbaycan Respublikasının ərazisinə daxil olması müəyyən edilib. Saxlanılmış layner tipli üzmə vasitəsinin hərəkət trayektoriyasında və hadisə yerində həyata keçirilmiş axtarış tədbirləri nəticəsində ümumi çəkisi 509 kq 800 qram narkotik vasitə aşkarlanaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı nəticəsində hadisə yerində Niva markalı nəqliyyat vasitəsində 4 nəfər Azərbaycan Respublikası vətəndaşı şübhəli şəxs qismində saxlanılıb. Fakt üzrə Baş Prokurorluqla birgə istintaq əməliyyat tədbirləri davam etdirilir. İranın Qızılay Para Cəmiyyətinə məxsus helikopterin Luristan əyalətində qəzaya uğraması nəticəsində 2 nəfər ölüb. Bu haqda İran mediası məlumat yayıb. ABŞ rəsmiləri Transxəzər dəhlizində Azərbaycanın rolunu həlledici adlandırıb, bildirib ki, Mərkəzi Asiya ölkələrinin qlobal bazara çıxışı üçün bu dəhliz əsas marşrutlardan biridir və regionun Rusiyadan asılılığını azaltmaqda mühüm rol oynayır. ABŞ hökuməti yeni strategiya çərçivəsində Azərbaycanla əməkdaşlığa xüsusi önəm verir. Xəzər Siyasət Mərkəzinin təşkil etdiyi son tədbirdə Azərbaycan da daxil olmaqla region ölkələrinin yüksək vəzifəli nümayəndələri dəhlizin inkişafını müzakirə ediblər. Polşa prezidenti Karol Navrutski silahlı qüvvələrin bölmələrinin Almaniya və Litva ilə sərhədlərə yerləşdirilməsi ilə bağlı göstəriş verib. Bu barədə Polşa Milli Təhlükəsizlik Bürosu məlumat yayıb. 2025-ci il oktyabrın 5-dən 2026-cı il aprelin 4-ədək Almaniya Federativ Respublikası və Litva Respublikası ilə dövlət sərhədində Polşa silahlı qüvvələrinin qoşun və bölmələri dövlət sərhədinin toxunulmazlığını, habelə sərhəd keçid məntəqələrinin ərazi çıxışı daxilində və sərhəd zonasında təhlükəsizliyin və ictimai asayişin təmin edilməsi üçün istifadə olunacaq məlumatda bildirilir. Məlumatda həmçinin qeyd olunur ki, Polşa silahlı qüvvələri sərhədçilərə kömək etmək üçün yerləşdirilib. İranın Sistan və Bəlücistan əyalətinin Qəsirgənd şəhərində silahlı qarşıdurma olub. Bu haqda Bəluç fəallarının kampaniyası məlumat yayıb. Məlumata görə naməlum silahların polisi açdığı atəş nəticəsində o yaralanıb. Hadisə yerində olan mülki geyimli şəxs isə həlak olub. Ölən şəxsin İran Təhlükəsizlik Xidmətinin əməkdaşı olduğu bildirilsə də, bu rəsmi olaraq təsdiq edilməyib. Aparılan araşdırmalara əsasən Türkiyədə İran Atom Enerjisi Təşkilatı və əlaqəli şirkətlərə məxsus vəsait və ya aktivlərin dondurulması həqiqətə uyğun deyil. Bunu İran Atom Enerjisi Təşkilatının sözçüsü Bəhruz Kəmalvəndi deyib.
O, bu haqdakı xəbərlərin Türkiyənin rəsmi mənbələrinə istinadən verilməsindən təəccübləndiyini bildirib. Qeyd edək ki, dünən bəzi media orqanları İran Atom Enerjisi Təşkilatının və ona bağlı şirkətlərin Türkiyədəki aktivlərin dondurulması barədə məlumat yayıb. Vəsaitlərin dondurulması barədə sərəncam, gəmiçilik şirkətləri, enerji şirkətləri və təqdimat mərkəzləri də daxil olmaqla İranın nüvə inkişaf proqramında iştirak edən şəxslər və təşkilatları hədəf alır. Tehran şəhərinin Baxfeyz bölgəsinin cümə imamı olan 65 yaşlı hökumət mollası bıçaqlanaraq öldürülüb. Bakıda yerli media məlumat yayıb. Məlumata görə oktyabrın 3-də məsciddə namaz qılınan vaxt 43 yaşlı şəxs cümə imamına hücum edib. Həkimlər ağır yaralı vəziyyətdə xəstəxanaya çatdırılan mollanın həyatını xilas edə bilməyiblər. Əczaçılıq üzrə doktor olan hücumçu saxlanılıb və ilkin dindirmə zamanı törətdiyi əməllə bağlı danışıb. Arzu və xəyalların məhv edildiyinə görə bu işə əl atdım. 3 il əvvələ kimi işləyir və yaxşı şəraitim var idi. İşdən qovuldum və bütün həyatım alt-üst oldu. Buna görə də bu vasitə ilə acı qaldım. Donetsk vilayətinin Konstantinovka şəhərinin Azərbaycan əsilli sakini, əslən Xaçmaz şəhərindən olan 1968-ci il təvəllüdlü Abbasov Müzəffər Sabiroğlu Rusiyanın dron zərbəsi nəticəsində həlak olub. Müzəffər Abbasov şəxsi avtomobilində gedərkən dron onun üzərinə düşüb. Onun nəşi dəfn üçün Azərbaycana göndərilib. Müzəffər Abbasov Ukrayna vətəndaşı olub. Konstantinovkada yaşayıb. Qeyd edək ki, Konstantinovka şəhəri hazırda aktiv döyüş əməliyyatları zonasıdır. Bu saata çatdıracağımız əsas xəbərlər bunlardan ibarət idi. Sağ olun, sağlam qalın.